İlham Əliyevin 2023-cü ildə İlham Əliyev sərəncam verir. Ölkənin pis, yaxşı, nə bilim, götünü qoydu, arvadını qoydu, nə bilim, Putinin tulasıdır, yam-yam, hər neysə. Azərbaycanın prezidentidir, eləmi? İlham Əliyev, eləmi? İlham Əliyev Azərbaycanın prezidentidir, qəbul eləsəniz də, eləməsəniz də. İlham Əliyev 23-cü ildə sərəncam verdi, 23-cü ilin əvvəlində. Bütün bələdiyyələrin verildiyi torpaqlarda evlər tikilənməz, ev tikilənməzsə heç bir kommunal xidmətlər də orada çəkilənməz, fəaliyyət göstərilənməz. Eləmi? Elə. Amma 2023-cü ilə qədər, Bakının yarısı az qala bələdiyyə sənədlərinlə ev tikibdir. Bəs bunlar sual ortaya çıxır. Dəyərli əmətələrim, dəyərli soydaşlar, yenə deyirəm, 2023-cü ilə kimi bələdiyyə sənədlərindən evlər tikilirdi. Oraya işıq, qaz, su, nə bilim, internet çəkilirdi. Amma 2023-cü ildə prezident sərəncam verəndən sonra bələdiyyə verilən torpaqlarda ev tikilə bilməz. Rəsmi, kubcalı sənəddə, torpaqda ev tikilməlidir. Eləmi? Və sual ortaya çıxır. Adil Əliyev, sən kimin daşşağının başçısan, Suraxanın icra başçısı, arvadını gül oğlanla tutan peysər, sən kimin şeyinin başçısan, oğraş, birinci Azərbaycana gələndə sənin ailəni doğrayacam. Bax deyirəm, Azərbaycana addım atanda sənin arvadın deməyəcəm, evladın deməyəcəm. Bax belə baltalayacam hamısını. Oğraş oğlu oğraş. Sənin əlin qanına batmadığı nərdəysə siyasi fəal, nərdəysə bloger yoxdur. Səni doğan ananı əmcəyinin arasına verəcəm. Səni doğan ananı erməni qıblasına qayıracam. O uğraş, səni ana doğmayıb, səni it doğubdur. Ölübsə də qəbrini deşib qayıracam. Oğraş oğlu oğraş, qəhbənin südünə əmən Adil Əliyev. Məhərrəm Əliyev buna baxanda min qat şərəfli adamdır. Buna baxanda, bunun Məhərrəm Əliyevə görə kişi olub da bu. Bu kimdə? Amcıq yalayan oğraş Adil Əliyev, sən kimsən hə? Dəyərli əmətələr, baxın, bütün Suraxanı əhalisini divara dırmaşdırır. Artıq insanlar inqilab həddindədir. Mənə bir gündə yüzlərlə mesaj gəlir. Ay qabil, Adil Əliyev prezident sərəncam verib 2023-dən bəriyə. Amma Adil 20 il, 30 il, 40 il qabaq tikdiyim evləri gəlir ki, suyunu, qazını, işığını, internetini kəsəcəm, bulduzerdən dağıdacağam. Evin yekəliyinə aid ən balaca evlərdən 500 manat, orta səviyyəli evlərdən 1000-1500 manat, biraz bazburtlu evlərdən 2000 manat pul yığır Adil Əliyev. İndi baxın, 10 minlərlə, 100 minlərlə bələdiyyə sənədindən tikilən evlər var Suraxanıda. İndi görün uğraş, qəhbənin südünə mən nə qədər pul yığır. Kat yolda nə qədər pul uğurluyur. Bu məlumatı mən insanlardan alıram. Devlət təhlükəsizlik xidmət də bundan bacarmır. Çünki Mehriban Əliyevanın işdanının altında, Mehriban Əliyevanın liftçinin altında gizlənib bu. Elə bir ki, o vaxtı qoyunların məməsinə şey taxırıq da belə. Nə deyir, məmə qabı taxırıq da, balası əmməsin. Axşam birini balası əmsin, birini də biz sağaq. Keçinin, qoyunun. O məməsinin altına yığışan şeylər var idi, o gənələr. O dananın camışının götünün o piş-piş eləyən yerin qırağına yığışan gənələr var ha. Balaca olur, sonra yiyir belə şişir ha. Toş Adil Əliyev oxşur olar. Sıpa oğlu sıpa. Yalandan 5-6 dənə Petuq Qazi tapıb, özü kimi Petuq Qazinin o belə oynayır, nə bilim nə eynəyir. Bir-iki dənə də Peysər şəhid anası tapıbdı, onunla belə oynayır. Sanki bütün Suraxanının şəhid ailələri, şəhid anaları, qaziləri yağ içində böyrək kimi, yaşayırmış kimi obraz yaradır. Adil Əliyev, sənin ağzına verəcəm. Adil Əliyev, sənin arvadının ağzına verəcəm. Adil Əliyev, sənin dalında kim durubsa, onun ağzına verəcəm. Oğraşsınız siz. Sən kimsənə Suraxanı cəmaatını incidirsən? Sən kimsənə prezidentin fərmanına qarşı gəlirsən? Prezident bilmirdi, sərəncam verəndə sərəncam versin ki, 30 il bundan qabaq, 20 il bundan qabaq, nə bilim, dədəm gedənə 93-cü ildən bəri bələdiyyə sənədindən ev tikənlərin
hamısı cərmələnir, ya sənədləşdirilir, ya evi sökülür, ya kommunalı. Bilmirdi Prezident İlham Əliyev. Ha? Cındır oğlu cındır. Onun sifətinə baxırsın Adil Əliyevin. Qocuğum onun sifətini göstərə bilirlər misin? Qocuğum o Adil Əliyevin sifətini sizə göstərə bilirlər mi? Gözləyin. Bir dəqiqə. Baba, bütün elə bil... Adil Əliyev. Elə bil ki, amcıq əmənlik bunda. Baba, sifətə baxın ha, sifətə. Bax, sifətə baxın ha. Bu sifətdə nədir? Amcıq əmənlik bunda. Ödə tez öləcək ha. Bu adam, bax, mən deyirəm ha. Bu adam 2027-ci ili görməyəcək. İnanmırsınız? Hələ çox dedim ha, uzun dedim ha. Çox uzun dedim ha. Bax, bu adam öləcək. Bu adam 2027-ci ili yaşayıb görməyəcək. Yaşayarıq görərik də, nə qalıb şunun şurasında, il yarım vaxt qalıbdır. Bax, bu amcıq əmən, bax buna bax, bu sifət nə deyir, bax bu sifət. Bu deyir ki, mən bulet. Nəinki Mehriban Əliyevanın o amcığını, nəinki Leylanın amcığını, Arzunun. Mən deyir, İlham Əliyevin mıxını əmməyə də hazıram. Vəzifə üçün, rütbə üçün. Bax, gözlərə bax, qardaşların 4 milyarda qədər sərvətləri var. 4 milyarda qədər. Baxın ha. Baxın ha. Məni öldürmək üçün nə qədər dəridən qabıqdan çıxdı bu. Məni öldürmək üçün. İndi federasiya rəhbərini bıçaqlatdırıbdır. Hamı da bilir ki, özü də deyir federasiya rəhbərinin ki, Adil Əliyev dəfələrlə məni ölümlə təhdid edibdir. Bunun başında Adil Əliyev durur. Amma Adil Əliyev cəzalandırmırlar. Deməli nədir? Deməli bu işin Adil Əliyev icazəsini ya Mehribandan alıbdır, ya İlham Əliyevdən alıb. Başqa cür ola bilməz, qadın alıb. Başqa cür ola bilməz. Buna bax, sifətə bax. 200 qramlıq amcığa görə kişi olandı bax. Arzunun 200 qramlıq mamışına görə kişi olub ha bu. Ha, bu ki, bəyək dedim ha o. Bir salam verir ha Əliyə Mikail'e, o nədir? Şükran. Bir tərəfdə deyir, deyir bilməm, anama görə gəlmişəm. Dubaydan anama görə gəlmişəm. O bir videoda da deyir ki, burger yeməyə görə gəlmişəm. Mən bu saat Dubayda olmalıydım. Bu yüzünüzə sizinə. Adamı belə sındırırlar bax. Buna bax, amcıq əməngədiyə bax. Buna bax, Suraxanı dağılır. Bütün qəhbəxanalar son sürətlə işləyir. Prezidentin sərəncamı var. Bilməm, saat 11-dən 12-dən, bəzi yerlərdə 11, bəzi yerlərdə 12-dən sonra. Heç bir bar, diskoteka, masaj salonları, restoranlar, əxlaqsızlıq yuvaları işləyə bilməz. İnsanlar narahat olur. Amma bu qəhbənin balası var ha, bu qəhbə doğan. Qəhbə südü əmən var ha bu. Bütün bu Adil Əliyev qəhbə südü əmən. Ay salam qadın Alim, nə tərsən? Salam, nə var qardaş? Canlı yayımdaydım, bir tamaşaçılar salamla sonra danışarıq. Salam. Bütün Azərbaycan xalqını salamlayıram. Allah hamıya can sağlığı versin. Qabilin bütün sevənlərə can sağlığı arzulayıram. Var ol, sağ ol. Efirdən sonra zəng eləyəcəm, başqadır. Oldu da. Var ol, sağ ol. Dəyərli soydaşlarım. Gözü İlqar Hacıyev də baya boylaşıb, saqqal Azərbaycandakı vidinə düşüb də. Narahat olmayın ha ki. Narahat olmayın ha. Gələn vaxt yaxınlaşır ha. Görün o bizim üzümüzün təbəssümündə də hiss olunur artıq. Gəlirəm. Dallar dağılacaq, dallar. Gəlirəm artıq. Baxın, Adil Əliyevin Suraxanı rayonunda yaratdığı vəziyyət budur. Baxın, birbaşa qəhbəxanalara baxın, restoranlar. Baxın. Burada hazırda hər hansı bir toy keçirilmir. Sadəcə restorandan gələn səsdir ki, bütün ətrafa yayılıb. Yola ki, evdə oturmam mümkün deyil səslə. Sizindir bura? Yox, mən deyil, dayandı. Çək işə, nə verdik? Mən də çək işə. Xahiş eləməlisiz. Niyə toxunursunuz bizə? Niyə mani olursunuz bizə? Məlumat almaq istəyirik də sizə. Suraxanı rayonu Yeni Günəşli Yaşayış Massivi Samir Cəfərov küçəsindəyik. Sakinlər ərazidəki restorandan
Çayk adlı restorandan şikayətçidirlər və bildirirlər ki, axşam saatlarına, gecə saatlarına qədər restorandan gələn musiqi səsləri onların rahatlığını pozur, yatmağa imkan vermir. Axşam saat 12-nin yarısıdır, hal-hazırda saat özünüz görürsünüz, edir. Evində körpə uşağı olanlar var. Biri mən özüm məsəl üçün. Buna, bax. Havanın belə olmasına baxmayaraq adam heç pəncərəni aça bilmirsən ki, səs birbaşa evin içindədir. Uşaq yatan vaxtı var, hansı insanlar növbədən gəlirlər ki, istirahət eləmək üçün, heç olmasa əsasını azaltsınlar. Bəs bununla bağlı polisə məlumat vermişsinizmi? Qaynar xəttə zəng elədim, 102 qaynar xəttinə. Post patrol nəfəri gəldi, biraz sakitçilik oldu, bir 10-15 dəqiqə. İndi post patrol gedib hal-hazırda bir müddət sakitçilik oldu. Hal-hazırda yenə davam edirlər. Özünüz eşidirsiniz səslər. Adil Əliyev, ay Adil Əliyev, ananın ağzına verim. Ay Adil Əliyev, sənin arvadının ağzına töküm, dilinin üstünə töküm. Ay oğraş, bu nədir? Ay qəhbə, ay qəhbənin südünə mən. Bu nədir? Fonlu vaxtım demiş, şu dayandıcı. Adil Əliyev, ay qəhbə süd əmən. Bu qədər səs vermək olar mı 12 yarısı? İşte restoranda işləyir, xahiş edirəm göstər. Niyə əllə danışırsınız? Buna deyir qışqırmı? Vətəndaş narazıdır, şikayət edib, qaynar xəttə bizə çağırıb. Heç nə yoxdur. Buna bax. Məlumat almaq istəyir də sizə. Ya bu da restoran sahibinin nümayəndəsi. Baxın ay millət. Münasibəti. Adil Əliyev, səni doğan ananın əmcəyinin arasına eşşək versin. O dəvəçidə dəvələr var, dəvələr. Hacqabulda. Dəvələr versin sənin arvadının döşünün arasına. Buna bax. Kimi narahat edir ki bu? Vətəndaş narahatdır, narazıdır. Ay kim ne narahatı burada? Niyə narahat? Mən də qardaş. Mən də çəksə. Mən də bilmə. Siz özünüz müdaxilə elədiniz, ona görə biz də sizi Mən də çəkirik. sənə deyirəm ki, qardaş, bu adam yubileyin keçirir də qardaş. Xahiş eləməlisiz, xahiş eləməlisiz. Olmaz da, deyirəm toxunmaq olmaz. Adil Əliyev, atanın coruna soxum mən. Niyə mani olursunuz bizə? Niyə müdaxilə bizə? 20 dəqiqədən sonra gələrsən. Saat 12-yə qalır. Bəs bununla bağlı qanun nə deyir? Kafe, restoran və digər ictimai yaşayış obyektlərində yaranan səs-küy üçün qanunvericiliklə müəyyən edilmiş xüsusi normativlər mövcuddur. Bu normaların nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirilir. Əgər nazirlik tərəfindən keçirilən reydlər zamanı və ya vətəndaşların şikayət əsasında aparılan yoxlamalarda səs-küyün normanı aşdığı müəyyən edilərsə, belə olan halda məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilə bilərlər. Əgər bu səs-küy və narahatçılıq mütəmadi və daimi xarakter daşıyarsa, qeyd etdiyim inzibati məsuliyyət yanaşı, sakinlər müəyyən qadağaların tətbiq edilməsi və mənəvi zərərin kompensasiya edilməsi barədə mümkün qaydada məhkəməyə müraciət etməyə da malikdirlər. Adil Əliyev, Suraxanını niyə bu göt gününə qoyubsan? Ananın dillağının gününə qoyubsan Suraxanını. Adil Əliyev, arvadın var götdən qayırırdı, nədir o şey, gül oğlan götdən qayırırdı ananı. Niyə onun gününə qoyubsan, hə? Biz dedik ki, Milli Məclisdə oturubsan, federasiya başında oturubsan, ancaq killerlər ürətirsən, cəmaatı vurdurursan. Biz dedik, icra başçısı keçibsən, yəqin rayonla maraqlanarsan, işin başından aşar, vaxtın olmaz bu killerlərlə zaten onu bunu vurmağı, vurdurmağı, siyasiləri vurdurursan, bizi vurdurursan ki, Mehribanın götünə amına girəsən. Ay oğraş, ay götə girən oğraş. Sən deməsən icra başçısı olandan sonra daha da fəaliyyəti genişləndirdin. Bütün qəhbəliyin o növü qalmadı sən ondan istifadə eləməyəsən. Adil Əliyev, sənin arvadının dilinin üstünə tökəcəm. Sənin arvadının öpür ha, sənin dodağından öpür ha, o dodaqlarının arasına verəcəm. Adil Əliyev, sənin arvadını eşşəyin altına tutacam, Yekaterina kimi eşşək qayıracaq belə. Eşşək soxacaq belə Adil Əliyev. Oğraş oğul oğraş, itdən əmələ gələn. Bir qardaşın Viagra üstündə 16 yaşında qızın amını yalayandı öldü. O biri qardaşın oğraş oğul oğraş. O biri qardaşın qoşusunu arvadını qayırdı. Birbaşa trosdan bağlanıldı o şey, o moped trosları var ya, o motosiklet trosları. O trosdan bağlanıldı, şeyi kəsildi, ağzına verildi, qan axmadan öldü. Uğraşlar, siz hamınız elə mındar işlərə görə öləcəksiniz, bir şərəfli ölüm siqnalınıza yazılmayıb və itdən əmələ gələnlər. Buradan səslənirəm, ay Suraxanı cəmaatı, ay insanlar, məni eşidənlər, peysərə verməyin. Oğraş olmayın, göt olmayın, göt verən olmayın. Hamınız götürün, belə harada səs gələn yer var.
Harda qəhbəxana var. Suraxanının bütün qəhbəxanalarını çəkin, mənə atın. Bu gündən sonra Adil Əliyevin var yoxunu qayıracam. Bu gündən sonra Adil Əliyevin nəslini qayıracam. O boyda idmançını bıçaqlatdırdı, göt oğlu göt, arxadan vuran. Arvadına, anana arxadan vuran kimi? Araz Musayevə də arxadan vurdun sən, ha? Sən ananı, arvadına, bacını arxadan vururlar, ha? Sən də bıçaqdan arxadan vurdurdun, göt oğlu göt. Qəhbə, kişi də kişini arxadan vurdurar, qəhbən südünə mən. Südünə soxum sənin. Buna bax. Budur bax, ölən qardaşı. Birbaşa qəbrinin şəklini atıblar mənə. Ala bax. Ala bax. Birbaşa qəbrinin şəklini atıblar. Sən Adil Əliyev, şərəf və ləyaqətim and olsun, sən qardaşın qədər yaşamayacaqsan. Sən 27-ci ili görməyəcəksən. Bax, deyirəm sən. 27-ci ili görməyəcəksən. Ya 27-yə qədər öləcəksən, ya 27-də öləcəksən. Sənin alnına petux yazılıb. Adil Əliyev, sən 27-yə qədər ölməlisən.